ustalar və sənət yeni başlayan qardaşlarımız. Sizə bu günlərin Toto divarçı, institutlarının açıq hissəsinin quraşdırılmasını, divar hissəsinin quraşdırılmasını sizə göstərəcəm. Əsasən, birinci növbə karabka açıldıqdan sonra bizim qarşımıza belə bir dəst çıxır. Bu dəstin içindən Toto'nun həm asılqanları, boltları, yəni bir sözün aksesuarları çıxır. Bu aksesuarlardan necə istifadə edilir? Gördüğünüz gibi bu aksesuarların arasında çıxan plasmas, gördüğünüz bu plasmas, öz yuvası var. Yuvasına yerləşdirilir. Bu bolt bırakılır, çıxdı. Buradaki onu saxlamaq üçün ki, çölə çıxmasın. Və çöl hissələrdə geriyə, özünüzə tərəf, yəni bir sözlə razməyə vermək üçün buradan atırıqlı yeri var. Yəni ağzını saldıram, çünki orada sizin ağzın vəziyyəti var, orada göstərəcəm size. Bu kraşdeyn də olduğu kimi salınır. Divardan razməyə veriləndən sonra bunun burada açar hissəsi var. Fragment açar bundan sonra da açılma ehtimalı yoxdur. Ən sadə variantı sizə deyim ki, bu noyla kraşdeyn mərkəzində kimi olan məsafə 14 santidir. Yəni lazer qoyundan sonra dərhal elə buradan ölçü götürməmiş bunun deşiğini açmaq olar. İkisinin ara məsafəsi isə 46 santim. Bu kraşdeynə mərkəz 46 santimdir. Bir səs küylüdür, yəni üzülü sayın. Növbəti tərəfdəki hazır vəziyyətini göstərim sizə. Gördüyünüz ki, kraşdeynlər burada hamısı idarə olunub, vertikal və horizontal vəziyyəti tərəzi ilə nizamlanıb. Bu çöl qapağıdır, təmizdən sonra çıxarılır və buradan üst qapağı birləşdirilir. Qəbələtdə və qıraqda olduğu kimi 1 metrə bu şablon standart olan, bunda da icra olunur və asılı montaj olduğuna görə ara məsafəsi 18-dən, boltların da çölə baxan hissəsi 15 santim saxlamaq şərti ilə bu cür uğraşdırılır. Yaxşı olar ki, eğer divarın içine salırsınızsa 15 santimdən az eləməyin dərinliyi. 15 santimdən az olanda ya göstərdiyim boltların kəsilmə ihtimalı var. İnşallah növbəti videolarımızda da bunların su və kanalizasiya xəttlərinin birləşməsini göstərəcəm. Çünki bunlarda bir əlavə su xəttinin birləşməsi var ki, ünitazların özünü sonra da bir məqabiyyətlə malik olduğuna görə bir fərqli formada bu su birləşməsi. Bunların növbəti videomuzda izləyin, baxın, like atın, göstərəcəm inşallah.